20, 30, 40-a qədər ixtisas yox olub gedəcək. Təhsilin 80% nəzəriyyə, yəni bizim verdiyimiz biliklərdə. Əmlak qiymətləndiricisi kimi də işləyə bilərsiniz də. Bakı Dövlət Universitetində kifayət qədər savadlı, yəni tanınmış professor heyəti var. Qrup nümayəndələrinin seçimində iştirak edirlər. O professor əlbəttə ki, kafedranın aparıcı mütəxəssisidir. Azər Cəfərov, Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin dosenti. Aqrar elmlər üzrə fəlsəfə doktoru. Neçə ildir ki, müəllim kimi fəaliyyət göstərirsiniz? Əslində 2005-ci ildən fəaliyyət göstərirəm. 2011-ci ilə qədər saat hesabı qaydada dərs deyirdim. 2011-dən etibarən Bakı Dövlət Universitetinin tam ştatlı müəllimi kimi fəaliyyət göstərirəm. Adını çəkdiyim fakültədə. Bu ixtisas nələri əhatə edir və bu ixtisası bitirən məzunlar hansı sahələrdə işləyə bilərlər? Bizim kafedra torpaqşünaslıq və daşınmaz əmlakın kadastr kafedrası adlanır. İki ixtisas üzrə mütəxəssis hazırlanır və torpaqşünas aqrokimyaçılar, bir də ki, yer quruluşçuları və daşınmaz əmlakın kadastr üzrə. Yəni bu şəxslər əlbəttə ki, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərə bilər. Məsələn, deyək ki, yer quruluşu və daşınmaz əmlakın kadastr mütəxəssisləri ən böyük tələbat olunan yer daşınmaz əmlak xidmətidir, Kənd Təsərrüfatı Nazirliyidir. İndi bəzi məzunlarımız Fövqəladə Hallar Nazirliyində işləyirlər, Təbii Sərvətlər və Ekologiya Nazirliyində, yəni onların görmək olar o sahələrdə. Yəni əlaqələrimiz var, yəni vaxtaşırı tələbələr harda işlədiklərini bizə deyirlər. Yer quruluşçunun işi haqqında bir nümunə çəkə bilərəm. Təsəvvür eləyək ki, bir iş adamı, məsəl üçün Harami düzündə ya Ceyran çöldə bir 1000 hektar sahə götürüb dövlətdən, icarəyə götürüb ya deyək ki, istifadə hüququnda götürür və yer quruluşuna xahiş edir ki, mənə bir biznes layihə hazırla. Yəni 1000 hektar, 2000 hektar, indi biz bilirik ki, məsələn, sahələr elə aqroparklar var ki, məsələn, 8000, 9000 hektarda. İndi bu torpaqda necə səmərəli istifadə etmək olar? Yer quruluşçu bilməlidir, torpaqşünaslığı bilməlidir, qeydiyyat bilməlidir, kartoqrafiyanı bilməlidir, bitkiçiliyi bilməlidir, aqronomiyanın əsaslarını bilməlidir. Bu biliklər əsasında o həmin ərazinin səmərəli istifadənin yollarını göstərir. Və iş adamına deyir, məsələn, deyək ki, bu düzən sahədir, hamar yerdir, torpağa örtüyü kifayət qədər münbütdür, şorlaşmayıb, şorakətləşməyib, daşlaşmayıb, əkin sahəsi kimi götürə bilərsiniz. Məsələn, deyək 1000 hektarını taxıl əkə bilərsiniz. Suvarma şəraitində kanallar da yaxındadır. Yaxud deyək ki, daşlı yerlərdir, bir qədər meyilli sahələrdir, otlar kimi istifadə edə bilərsiniz. Yaxud deyək ki, peyin quyusu qazmaq, fermanın yerini salmaq, yolları çəkmək, su sistemlərinin qurulması, şəbəkəsinin hazırlanması, yaxud əkin yeri ayrılırsa onun dövriyyəsi əkin dövrü. Çünki biz bilirik ki, monokultura torpağı qüvvədən salır da. Yəni onu tarlalara bölmək olar. Məsələn, 1000 hektarı böyük çox istifadə eləmək olar. Onu deyək ki, 200 hektarı taxıl altında vermək olar, 200 hektarı yonca altında, heyrik altında istifadə eləmək olar, yəni deyək ki, dincə qoymaq olar. Yaxud deyək ki, yaz əkinləri zamanı tərəvəz bitkilər əkmək olar. Həm də bu riski azaldır. Nəyə görə? Əgər taxıl baş vermirsə yonca var. Yonca məhv olubsa deyək ki, əvəzində yaz əkinləri, yəni tərəvəz ya bostan bitkiləri var. Yəni o nöqteyi nəzərdən bu sistemin hazırlanması yer quruluşunun işi. Üstəlik də ki, baxın, yer quruluşçusu torpaq münasibətlərini tənzim edir. Məsələn, deyək ki, dövlətlə bələdiyyə arasında, bələdiyyə ilə vətəndaş arasında, sonra deyək ki, şirkətlərlə deyək ki, vətəndaşlar arasında torpaq məsələsinin əlaqədə hansısa bir problemi ortaya çıxarsa, əlbəttə o problemin eyni iki tərəfdən sərhədlərin, yəni mərzlərin göstərilməsi nöqteyi nəzərində, yəni bu işlər hamısı yer quruluşçusu görür. Yəni yer quruluşçunun işi xeyli demək, çoxlu biliklərin, çoxlu informasiyanın olmasını tələb edir. İxtisasın adında axı ikinci hissədə var, daşınmaz əmlakın kadastrı. Yəni bu şəhərlə əlaqədar, məsələn, torpaq sahələrinin, daha doğrusu tikintilər, sonra da mənzillər. Mən həmişə tələbələrə deyirəm ki, demək ən yüksək halda siz daşınmaz əmlak xidmətində xidmət edə bilərsiniz. Əmlak qiymətləndiricisi kimi də işləyə bilərsiniz də. Yəni bu təhsil prosesində biz tələbələrə daşınmaz əmlak, onun qiymətinin formalaşmaya təsir göstərən makro, sonra mikroiqtisadi amillər, hətta sosial amillər, ya psixoloji amilləri öyrədir. Yəni tələbə bu biliklərlə, yəni deyirəm, ən pis halda gedib makler kimi, yaxud onun elmi adı belə əmlak qiymətləndiricisi kimi işləyə bilər, ya istifadə edə bilər bu biliklərdən. Bu ixtisası seçməzdən əvvəl abituriyentlər nələri bilməlidir? Yaxşı sualdır. Əlbəttə iki şey bilməlidirlər. Bir, ixtisasın mahiyyətini, ikincisi də ki, onun əmək bazarında olan tələbat, ona olan o tələbat. Bizim sahə elədir ki, torpaqşünaslıq, bir də yer quruluşudur. Bu tələbələr üçün bir qədər, məzunlar üçün daha doğrusu bir qədər çətin sahələrdir. Məsələn, deyək ki, biologiyadır, coğrafiyadır, sonra kimyadır. Abituriyent bilir ki, yəni bura daxil olanda hansı sahə üzrə oxuyacaq və təqribən də bilir qutarandan sonra harda işləyə bilər. Ola bilsin coğrafiya müəllimidir, kimya müəllimi ya biologiya müəllimidir. Amma yer quruluşu anlayışı bir qədər onlara çətin gəlir. Və ona görə də çox vaxt tələbələr, daha
daha doğrusu birinci kurs tələbələri, yəni birinci gündən sual verirlər ki, bizim daxil olduğumuz ixtisas nədən ibarət? Hətta bir dəfə də elə olub ki, məsələn, sentyabr ayında tələbələrlə biz dərs keçən zaman o vaxt bizim fənn ixtisaslarımız birinci semestrdən keçirilirdi də, amma indi ikinci semestrdən keçirilir. Və rektor təsadüfən daxil oldu fakültəyə. Daha doğrusu mən dərs dedim otağa, tələbələrdən soruşdu, nə dərsinizdir? Dedilər, yer quruluşunun əsaslarıdır. Və sual verdi ki, yer quruluşu nədir? Təsəvvür edin ki, heç bir tələbə cavab verə bilmədi. Bir nəfər durdu dedi ki, bu yerin quruluşu, nə bilim, litosfer, mantia, nüvə ilə əlaqədar bir anlayışdır. Çox təəssüf ki, rektor özü də bunu təsdiq elədi. Amma mən rektor gedəndən sonra tələbələrə dedim ki, xeyr, yəni yer quruluşu, yəni yerin daxil geoloji anlayış deyil. O yerin daxili haqqında təsəvvür vermir, yaxud ixtisas vermir. Məsələ yerin səthində məkan obyektlərini, əkin, çoxillik əkmələrin, sonra yolların və digər sahələrin yerləşdirilməsindən gedir. Dizayndakı otağı bəzəyən zaman mebeli harda yerləşdirirsə, yer quruluşunun da vəzifəsi o məkan obyektlərinin düzgün elmi əsaslarla yerləşdirilməsi. Üstəlik də ki, torpaq münasibətlərinin tənzim olunması. Yəni belə hallar olur. Bir çox abituriyent yalnız prestijli hesab olunan ixtisaslara üstünlük verir. Sizcə bu yanaşma nə dərəcədə doğrudur? Bu sualı 1-2 il əvvəl mənə versəydiniz, mən 5-6 dənə prestij sahənin adını çəkərdim. Amma vəziyyət o qədər sürətlə dəyişir ki, süni intellekt həyatımıza o qədər sürətlə daxil olur ki, yəni əgər bilmən xəbəriniz oldu, bir həftə bundan əvvəl Çin Təhsil Nazirliyi belə bir informasiya yaydı ki, ali təhsil müəssisələrində 12.000 ixtisas ləğv olunub. 12.000 ixtisas ləğv olunub. Əvəzində isə 10.000 ixtisas daxil edir. Bunlar hansılardır? Məsələn, deyək ki, nəqliyyatda süni intellektdən istifadə, turizmdə süni intellektdən istifadə, kosmosda süni intellektdən istifadə. Yəni hər bir sahə sürətlə dəyişir. Hətta bəzən görürsən ki, elə informasiya çıxır ki, siz özünüz də tanırsınız da, yəni yaxın 10-15 ildə 20, 30, 40-a qədər ixtisas yox olub gedəcək. Hüquqşünasların da adını çəkirlər, nə bilim, həkimlərin adını çəkirlər, sürücülərin də adını çəkirlər, proqramistlərin adını çəkirlər, tərcüməçilərin adını çəkirlər. Əgər belə bir vəziyyət olanda prestij demək bir qədər çətin olur. Nəzərə alaq ki, məzun bu il abituriyent və daxil olur. 4 ildən sonra o qurtarmalıdır və qurtarandan sonra hansı vəziyyətdə olacaq? Onun seçdiyi ixtisas nə dərəcədə aktual olacaq? Onu bu dəqiqə demək çox çətindir. Yəni deyirəm, hər gün dəyişir. Universitet tələbələrin praktiki bacarıqlarını inkişaf etdirmək üçün hansı imkanları təqdim edir? Əlbəttə, universitetdə təhsilin 80% nəzəriyyə, yəni bizim verdiyimiz biliklərdə. Yəni deyək ki, yer quruluşunun əsaslarıdır, kadastrın əsaslarıdır, daşınmaz əmlakın qeydiyyatıdır, torpaq hüququ bu məsələdə bilinməlidir. Torpaq bazarı, orada işləyən qanunlar. Əlbəttə, praktikada indiki təhsil sistemində ancaq 4-cü kursdadır. 4-cü kursda tələbələr fevral ayından ta mayın axırlarına qədər ixtisasları üzrə təşkilat və qurumlarda praktika keçirirlər. Əlbəttə, onların birinci iştirak elədiyi yer, yəni praktika keçdiyi yer əmlak xidmətinin müxtəlif qurumlarıdır. Və orada əlbəttə ki, tələbələr müəyyən qədər təcrübə qazanırlar. Üstəlik də biz tələbələr həmişə təşviq edirik ki, hələ yay təhsilində onlar getsinlər müəyyən yerlərdə bir könüllü kimi iştirak edir. Məsələn, deyək ki, əmlak xidmətində, ya deyək asan xidmətdə, yaxud deyək ki, Kənd Təsərrüfatı Nazirliyində o yerlərdə ki, onlar təhsili bitirdikdən sonra işləmə imkanları olacaq. Tələbənin özündən də çox şey asılıdır. Yəni onun da öz ixtisasına, deyək ki, marağından, yəni onun şövqündən və s. yəni bu faktorlar da əlbəttə rol oynayır. Bir çox birinci kurs tələbəsi akademik heyətin kimlərdən ibarət olduğunu bilmir. Bu mövzu ilə bağlı onlara hansı məlumatlar verə bilərsiniz? Birinci semestrdə bu terminologiyanı tanış olurlar. Çünki onların birinci müraciət elədiyi dekanlıqdır. Yəni dekanlıq ali təhsil müəssisələrində bir qurumdur ki, yəni fakültənin inzibati bir funksiyasını yerinə yetirir. Dekanlıq dekan müavinləri və tütürlərdən ibarət bir sistemdir ki, tələbələr daim onlara müraciət. Daha çox tələbələr daha çox tütürlər, yəni ünsiyyət qururlar. Yəni onları auditoriya ilə tanış edirlər, qrup nümayəndələrinin seçimində iştirak edirlər, onlara informasiya verirlər, məlumatlandırırlar. Yəni cədvəllərlə tanış edirlər, auditoriya ilə tanış edirlər. Yəni əsas yük əlbəttə tütürlərdir. Dekan müavinləri əlbəttə ki, ilavəsində müəllimlərin iştirak edir. Tələbələrin o qədər də ünsiyyətləri olmurlar. Professor əlbəttə ki, kafedranın faracı mütəxəssisidir. Kafedra deyim ki, yəni dekanlıqdan aşağı struktur səviyyə kafedradır. Kafedra bir və bir neçə ixtisası birləşdirir. Ola bilsin dekanlıq fakültə üzrə bir neçə ixtisas. Məsələn bizdə deyək ki, coğrafi ekologiya kafedrası var, bioekologiya kafedrası var. Ya qeyd elədiyim kimi torpaqşünaslıq və daşınmaz əmlak kadastrı kafedrası. Yəni bu kafedralar professor, kafedra müdiri, professor və müəllim, dosent və müəllim heyətindən ibarətdir. Yəni kafedra müdiri adətən təhsil prosesinin, yəni ixtisaslar üzrə təşkilinin əsas məsuliyyətini daşıyır. Proqramlarını, sonra mühazirə materiallarını təsdiq edir. Professorlar da ki, əlbəttə ki, yəni o şəxslər ki, elmlər doktorudular, elmdə müəyyən nailiyyətləri vardır, eyni zamanda pedaqogika sahəsində təcrübələri vardır. Adətən onlar mühazirələr deyirlər. Bakı Dövlət Universitetində kifayət qədər savadlı, yəni tanınmış professor heyəti vardır.
Dosent əlbəttə ki, elmi bir vəzifədir. Professordan aşağı vəzifə nəzərdə tutulur, amma yükü yenə professorda olduğu kimidir. Yəni mühazirə, məşğələ dərslərini aparır və kafedranın elmi proqraması üzrə hansısa bir işi həyata keçirir. Tələbələr adətən sadəcə olaraq auditoriyada tribun arxasında müəyyən şəxsləri görürlər. Bəzən görürsən ki, tələbə üçün elə bir fərq eləmir. Yəni ona dərs deyən professordur və dosentdir. Birinci kurs tələbələr nəzərdə, amma yuxarı kurslarda artıq o seçə bilirlər. Yəni təcrübəli müəllimdən təcrübəsiz müəllimi ayıra bilirlər onu. Son olaraq ixtisas seçimi edəcək gənclərə məsləhətiniz nə olar? Əlbəttə pis ixtisas yoxdur, əgər sən onu sevirsənsə. Əgər sən o ixtisası sevirsənsə və onun arzusundasansa və həmin sahə üzrə mütəxəssis olmaq istəyirsənsə, evdə sənə deyirlər həkim ol, amma sən istəyirsən ki, informasiya texnologiyaları üzrə olasan. Evdə sənə deyirlər hüquqşünassan, sən istəyirsən rəssam olasan, ya idman üzrə gedəsən, əlbəttə tələbə məzun sevdiyi sahəni seçməlidir. O sahə üzrə də getməlidir.